Hoş gördük değerli izleyicilerimiz. Ben doğduğum torpaqdayım. Cəbrayıl rayonunun Horoğlu kəndində. Biraz evvelki çektiğim kadrda orada dövüşçümüzle Yusufov Müşravan'la birlikteydik, kadrda düşmüştük. Şimdi biz kendimizde dövüşçümüz, gazimiz Müşravan Bey'in evindeyik. Doğulduğu, əziyyət çekip dişiyle, dırnağıyla tikdiği evinde ve indi hazırda elə yerde durup ki quyu. Özü yazık, yəqin ki özünüz qazmışsınız. Kemal müəllim, bu bizim su quyu. Hoş gəlmisiniz bura. Həmişə sizlər gələsiniz. Bu mənim su quyumdur. 16 metr dərinliyində, keçən səfər mən gələndə, birinci gələndə. Bunun içində su vardı. Motorumda asılıydı, bax bu məftildən. Yoxdur, kəsib aparıblar. Nəysə, bu heç, bu getdi, bax məftildə asılır bura, bax. Ha? Aha. Görürsünüz. Bəli. Bəli işləyir. Bunu erməni eləməz. Rəhmət olmasa qalxaq yuxarı. Sizə bir Bura sizin həyətinizdir. Bəli, bura mənim həyətimdir, bax belə. Bax, gəlirdi buradan Kemal müəllim. Bax belə, o mənim tövləmidir. Bu ikinci tövləmidir, bu. Oradakı da belə çardaq kimi düzəltmişdim. Uşaqlar yayda çıxıb üstündə yasırdı. Tərinləmək üçün. Mən ölüm gəlin, mənim masaskiletimin qazanını da çəkin oradan. Görün, indi mən bura portalla gəlirəm. Niyə? Mən nəyə görə bura portalla gəlmədim? Mənim burada hər dərənin, hər yamacında mənim ayaq izlərim var. Xatirələriniz var. Bəli. Mən amma kiskinəm. Niyə? Mənim baxı tövləmdə hardaysa deyim da yalan olmasın. Bir 80 dənə qoyunum olardı. Xırda buynuzlu heyvanım. Burada muxta 2 dənə göngən bağlı qaldı. Bax burada. Bizə dəqiq. Burada. Bəli. Bax orada 2 dənə göngən muxta bağlı qaldı. Mən bu evləri çəkdim, Kemal müəllim. Çəkdirdim daha doğrusu. Mən bir gün onun içində yatıp dincəlmədim. Bir gün mən onun içində yatmadım. Niye yatmadım? Ona göre ki muharebe başladı. Ben könüllü çıxdım, getdim müharibəyə. Aha. Bəli. Bax bu mənim masaskiletimin yürkasıdır. Bax bu. Hələ də qalıb. Hə, bax fikir verin. Elə bir ki indi nə kər qoymuşamsa, bu 32 ildə bu beləcə də qalıb burada. Ay. Bax fikir verin. Yani bax mənim evim, bax o hamamım. Bax o hamamımdır mənim. Bir dəqiqə bu tərəfdən keçin, göstərin ki kadrada düşürsün. Bax, o mənim evimdir. 4 otaqlı evimdir. Aha. Bu mənim hamamımdır. Yani mən bunlarda istirahət eləmədim. Daş sökmüşdüm ki yanından da bir əl damı çitirədim. Yani qismət olmadı. Getdik, döyüşdük, torpaqlarımız alındı. Nəysə deyirlər ki, birinci Qarabağ döyüşçüylə, ikinci Qarabağ müharibəsinin iştirakçılarında fərq qoyurlar, qoymurlar. Mən amma fərq qoymuram. Yox, onu qoymaq da düzgün deyil. Bilirsiniz niyə? Ona görə ki, Kemal müəllim, biz birinci getmişik döyüşə gerxlarla, qoşəlli ilə, təhlili ilə. Onda avtomat bilmirdi. Mən bilirdimsə, siz bilirdinsə, o birisi bilmirdi, görməmişdi. Sonra bir gəldi, iki gəldi. Onunla da müharibə, Rusla müharibə aparmaq gücümüz yoxdur. Vardı, necə lazımı döyüşüdür. Amma bizdə silah, texnika yoxdur. O vaxtı qarışıqlıq idi. Bax belə. Ona görə də mən yəni dövlətimdən, hökumətimdən xahiş edirəm. Mənim futbollarım özümə amma futbollarım heç nə istəmirəm. Mənə nə pul, nə mal, heç nə. Mən burada, bax, onun üstünü düzəldəcəm, orada yaşayacağım. Bax, o deyil. Onda Müşravan Bey, deyirsiniz ki sizin eviniz buradır, hökumət sizə elə bu torpağınızı verirsə. Bəli. Amma sizin qeydiyyatınızı... Mənim sizə qurban olum. Mənim qeydiyyatımı, mənim şüşüm kəsmədən oradan bizi çıxartdılar. Məhkəmənin qətnaməsi ilə. Bakıya qeydiyyat aldılar. Yəni indi də nə olsun ki... Amma verməlidirlər. Mən heç nə istəmirəm, hökumətindən heç nə istəmirəm. Mənə veriblər, ev də veriblər. Aha.
Mənə qulluq eləyirlər, hörmət eləyirlər. Qazi kimi bəli. Bəli. eliniz almışsınız. Amma mən dövlət başçımızdan da, Ali Baş Komandandan, bütün qurumlardan xahiş edirəm, dönə-dönə mənim bu torpağımı özümə versinlər. Aynen. Mən burada heç olmasa bu 3 il mənim ömrüm savsam azdır. Mənim qaraciyərimdə gedir, böyrəklər yoxdur. Baş demək olar ki, nə oldu? Ona görə də mən 3 il bir bax, onun üstünü belə düzəldərəm, mən orada yaşayaram. Mənə nə işıq lazımdır, nə su lazımdır, bir qısot quru çörək, bir də bir soğan, kətçi dilində desək. Mən gəlib burada yaşayaram. Bir dövüşçü kimi, bir qazi kimi müraciətin ölkə başçısınadır ki, Bəli, yəni bu doğulduğun torpaqda, bu tikdiyin evdə yenidən yaşamaq istəyirsən. bəli, bəli. Bunu Mən sizə belə xahiş qaytarsın edirəm. deyirsiniz. Bəli. Aydın. Sağ olun. Bura nə qədər ərazi olar təqribən? Hardaysa, bax, belə götsək ev qarışıq 18 sotudur. 18. Bəli. Mən niyə görə soruşdum? Bu günlərdə indi evlər verirlər də. Tikilib evlər, çox şükürlər olsun ki, yine amma bildiyim qədər 12 sot torpaq verirlər. Vallahi Evet, yani. 12 sotda olar da olmaz da bilmirəm. Mən onu ölçməmişəm. yalandan bilmirsiniz deyil. dəqiq. O az görükür, az. Hı, Az görükür. Mənim gözümə az deyil. aydın, Yəni belədir. aydındır. Mən gösterdim onu bayaqları gösterdim. Bak bu evde sizin bacınız gelir. Hə, elə onun yoldaşı da qazi də demək olar ki. O da muharebe işte. Müharib polis olub Müharibədə döyüşlərdə iştirak edib. Bəli. Aydın. Bəli, dəyərli izləyicilərimiz, biz döyüşçü ilə bir qazimizlə həmsöhbət olduq. Öz böyüyüb başa çatdığı evin həyətində söhbət etdik və istəyi də ölkə başçısındandır ki, bu gördüyümüz bu həyəti, bu evi ona qaytarsın, ona versinlər ki, onun arzusudur ki, döyüşdüyü torpaqlarda, düzdür, bayaq qeyd etmişdim, Müşravan bəy tək Cəbrayıl uğrunda deyil, Qubadlı, Zəngilan, Füzuli, Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Bugün də onun istəyi öz doğma kəndində, Cəbrayılın Oroğlu kəndində öz tikdiyi, dişi ilə, dırnağı ilə tikdiyi evinə onu evi ilə təmin eləsinlər. Bir də mən bunu qeyd eləmək istəyirəm, dəyərli tamaşaçılarımız. Bəziləri olur da, yəni deyir, meşə çaqqalsız olmur, üzr istəyirəm bu ifadəmə görə. Bəziləri deyir ki, dövlət sizə ev tikib, ev verib, bu kimə verib bunu get. Amma mən sizə qeyd edeyim ki, mən baxdım öz doğulduğumuz evə, həyətimə, düzdür, oranı dağıdıblar. Mən orada nə evdən bir əsər əlamət gördüm, nə də o həyətdən. Sadəcə bizdə belə deyək də, evin arxası, bax belə dağlardır, dərələrdir. Yalan olmasın, bir 2 hektardan artıq belə bir böyük bir ərazi bizim həyətimiz olub. Evimiz 2 mərtəbə olub. 10 otaqlı, özdə otaqlar da Bakıdakı kimi 4'ün 5'e, 3'ün 5'e yox. 12 metr, 8 metr bu cür evlər olub. Çox təəssüflər olsun ki, mən bugün belə birinci olaraq evimizin həyətinə gəldim, amma orada həyətdən bir şey qalmıyor. Hamısını düzdüyüblər, dərənin yarısına qədər kəsib qatıblar. Mən göstərə bilmədim ki, mən bəzi o danışan, üzr istəyirəm ifadəmə görə, o ağzı göyçəklərə demək istəyirdim ki, siz elə düşünməyin ki, bizi dövlət bununla təmin edirdi. Biz Allah'ımıza şükür eləməliyik. Bizim özümüzün, öz evimiz, öz həyətimiz indi verilənlərin 4 qatı qədərdir. Amma buna görə də, yəni bunu ona görə deyirəm ki, deməyin ki, baxmayın indi özünüzə kimi 1 sotda, 2 sotda torpağınız var, onu normal qaydada ev tikə bilməyənlər var. Amma biz bu kətdə olanda hamının evi bax belə dəbdəbəli. Belə böyük otaqlarla geniş 2 mərtəbəli. Bir sözlə, yəni mən bunu deməkdə heç də öz fikirlərimi çatdırmaq istəmirdim. Müşravan bəyin, qazimizin istəyi üçün biz burada olduq. Onun həyətində istəklərini eşitdik. Mənim bir şey də hadisəmdən Kənan müəllim, bu evdən bir ispişka köpü aparmamışsınız. Götürməmişik. Bunu kənd sovetdə təsdiqləyə bilər. Bu bağlarda kolxoz sədri deyirlər, o da təsdiqləyə bilər.
məni şəxsən tanıyanlar bu kənddən, rayondan hamısı bilir ki, mənim evimdən bir şəkəfi götürülməyib. Tövlədən bağlı qalıb, üzdən itim muxta bağlı qalıb, iri baş mallarım burada bağlı qalıb. Siz də döyüşdə olmusunuz. Bəli. Mən 3 aydan sonra xəbər almışam ki, mənim ailəm, uşağım qardaşımın evində olub. Qardaşım. Aydın. Ona görə də nə bilim. Ümid edirəm ki, sizin başçısı eşidəcək. İnşallah ki, sizin Allah arzunuzu köməyi da olsun. reallaşdırar. Hələlik deyirəm. Sağ olun.